Hı. Zaps eləyirəm uşaqlar. YouTube'dan baxa bilərsiniz. Birey A serisi dörtgənlər test 1'lərin çözümü. Dörtgənlər test nömrə 38-1 sol tərəfdə yazılır. Buyurun, test 1'də hansı sualınız var? Buyurun 9. uşaqlar. 9. 9-cu sual. Hanı 9-cu sual? Bu sual. Çox gözəl bir sualdır. Həqiqətən də çox gözəl. Xahiş edirəm suallarımıza baxalım, not alalım, ona görə verəlim. Deməli, yuxarıda 90-45-45 mənim qələmim hardadır? Buradadır. 90-45-45 olduğu zaman mənim gül balalarım kiçik olur və biz də bilirik ki, diaqonalları perpendikulyar olan dördbucaqlının sahəsi nə idi? D1 vurdu 2 bölünsün 2. Yəni nə olurdu uşaqlar? 12 vurulsun 8 bölünsün 2'ye. 12 ilə 2 7 adı qaldı. Belə də sahə nə? 48. Sonra uşaqlar, yəni bunlara yəni not almasanız da ikinci dəfə təkrardan baka biliyorsunuz YouTube kanalımızdan paylaşacağım zaten. Ee, Sonra dörtgenlerde Süleyman var mı? Xeyri yoxdur. Mehrab, Kamran var mı Zeynep'ciğim? Xeyr, Yoktu ay Zeynep sualımız. Xeyr, yoxdur. Aha, o zaman sırada gelir ne? Yamuk. Yamuk, trapezya. Buyurun uşaqlar, test 1'də. Zeynep, Süleyman var mı? Kamil. Namiqi də əldə eləmişdim qrupa. Niyə qoşulmadı bilmirəm. Yəqin nəsə işi var, qoşular bəlkə. Zeynep sualımız yoxdur. Xeyr, yoxdur. Hamısını eləmişik yəqin ki. O zaman bir-iki tanesinə mən təkrardan ümumi şəkildə baxmış olum ki, altını necə eləyirik ay Süleyman? Buradan bir tane paralel indirirdik. Və bura 90 dərəcə deyil ha. 3 düşür aşağı, 3 düşür aşağı. 6'dan 3 çıxanda 3 edir, 7'den 3 çıxanda 4 edir. CF'nin FB'ye yəni istəyir. Burada da nə olurdu? Nigar xanım gəldi. Üçün birə 3'ün nisbət 4'e olacaq. nisbəti bərabər nəyə? A'nın A plus B'ye nisbəti. Yəni bunu da biz əzbərləmişdik ki, 3'ün burada ola bilməsi üçün olmalıdır? 1 olmalıdır bu şəkildə. Ben burada çünkü çok önemli sualları tekrar kimi şey eləyirəm. Zərifə var trapeziyada sualımız. Xeyr, mən Hı -hı. Trapeziyada Nigar necəsən ay Nigar? Onun sualı. Tamam, müəllim. Aha. Şimdi arkadaşlar bu tipli sorularda necə eləyirdik ay Zeynəb? Buna bir tane paralelogram formalaşdırırdıq. Mən özüm təkrar kimi şey eləyirəm ki, birdən kimsə 100, 100, 100'dən 50'ni çıxanda burada olur 50, 5, 6. Bu da bərabər yanlış bucaq olduğuna görə 5 olur. Bizdən AB-ni istədiyinə görə AB neçə oldu uşaqlar? 11 olmuş oldu. Hı -hı. Trapeziyada var mı arkadaşlar? Nigar eləmisən ev tapşırıqlarını ay Nigar? Eləmişəm, müəllim. Hı -hı. Bəs 9'da necə idi Zeynəb həlli bəs? Müəllim, D7S-dirsə, AYB 4S-dir, yəni həll eləyirik. Bir dəqiqə bizə 3'dən 4 verib alan ABC'dini. Yox. Yaxşı ki sor. Ben necə cavabını yoxlamışsınız siz bunun bəs? Deyirsiniz eləmişsiniz. Burada SS olurdu da. Mən də elə dedim də, müəllim. Yox, düz demədiniz. Sən dedin 4S olur. Yo, yəni 4S, yəni 4 dəfə böyüdü aşağıdakı. Hə, o şəkildə, hə. S bərabərdir 6'ya. Yenə anlamadım amma olsun. 6 olanda 6, 6, 12, 12, 24, 27 olur. Hmm.
Trapeziyada əsas bu olurdu. Sonra trapeziyadan sonra, yəni sualınız tay yoxdursa, zaten bunlara yenə ev tapşırıqları verəcəm. Paralel kənar, paralellogram. Buyurun. Buyurun uşaqlar, paralellogram. Müəllim 5-ci suala baxardınız da. Tabii. Bir saniye. Beşinci sual hanım? Bu sual ha? Səkirə baxmıram. Bəli. Hı hı. Şimdi bura 140 olduğuna göre burada 40 olur. Açık bucaq olduğuna göre. Çapraz bucaq olduğuna göre 40 olur. Bizden ADS'ni istiyor. Aha. 40-80 olduğuna göre burada ne olur? 100 olur. Çünkü bir taraflı bucağın cəmi 180'dir. Var imiş burada kızım Safetka. Çok sağ ol yine de. Sorum arkadaşlar paralelogramda. Paralelogramda 8. buyurun. 8. Sualımız kalmasın arkadaşlar. Zərfə var paralelogramda sualımız. Xeyr. Hı hı. Burada ne verilir? 12, 17, 14 hamısı verilib. D yeni istəyəcək. Tamam, toplu sualı da bu da. Mesela bura bir dənə H diyelim. Ne olacaktır? 12, 4, 12, 8 olacaq. Düzdürmü? Bizden D'yi istəyəcək. Hanı D'yi? Ha, H istəyəcək. 17 ise burada 17'dir. 8, 17 ne olacaktır? 15 olacaktır. Yani sonra benim balalarım. Rебята, Nigar var mı paralelogramda Süleyman? Xeyr. Xeyri yoxdur. 10. sualı necə eləyərik ay Zeynəb? Bura bir dənə A Proporsiya. desək, çarpaz bucaqlar A olur. Burada A olur. 6 ise burada 6 olur. Burada 6 olur. Sonra bizə nə istəyir? Perimetr istəyir. Bura x deyəndə burada nə olur? Qarşılıqlı paralelogramın tərəfləri, qarşı tərəflər bərabər olur. X plus 6 olur. Və bənzərliyə görə x-in x plus 6-ya nisbəti bərabərdir 2-nin 8-ə nisbəti. Bu da getdi 4 oldu. 4x beraberdir x plus 6'ya. 3x beraberdir 6'ya. X de neye beraberdir? 2'ye. Yani 2 olandan sonra zaten tapılır da 8'dir. 8, 6, 14. 14 de perimetrin olacaktır. 28 olacaktır. Hı hı. Keçtim. Eee, Keçtim. Ne gelir? Rom gelir yəqin. Dikdörtgen. Tamam. Buyurunuz arkadaşlar. Dikdörtgen. 5. Oy, yıkılmıştı. 5. Ölüm sual. Ölüm sual. Deməli, dikdörtgenin, yəni düzbucağının diagonalları birbirine beraber olduğu için eşitleme bu şekilde olacak. 90. Zaten bunun hamısı birbirine beraber. Ne istəyir? FYB'ni istəyir. FYB haradır? Buradır. 50 ise o zaman burası ne olacak arkadaşlar? 40 olacak. İndi 40 ise AY YB'ye beraber olduğu için burada 40 olur. 180'den 40'a çıxanda 140 hərəsinə düşür nə? 70, 70. Tamam mı? 70'den de 40'a çıxanda bura qaldı nə? 30 dərəcə. Baxın, görün haranı anlamadıysanız lütfen. Hı? Yoktu. Tamam. Dikdörtgende başka uşaqlar. 6. Neçə? 6. Ha, bu sual ha? Məndə də var müəllim. Tamam. Düzbucağının diagonalları birbirine beraber idi. Tamam. A-la C-ni birləşdirəndə arkadaşlar, A-la C-ni birləşdirəndə hamısı dördü də bir-birinə bərabər olacaq.
Tamam olsun. YC BD'ye beraberdir. YC hani? YC. Yani bak burası BD'ye beraberdirsə, indi BD də AC'ye beraberdirsə, deməli AC də CY'ye beraber oldu. Niye göre? Birbirine beraber olduğu için. Tamam. İndi arkadaşlar 40. Burada olur 40. Tamam. Onda 40-40 olanda bura ne olacaktı arkadaşlar? 50 olacaktı. 180'den 50'nin çıxanda elədi 130. Hərəsindən düşdüyünə 65. 65. Bunun hamısına düşdü 65. 65'ten de 40 çıxanda bu kiçik hissəyə qaldı nə? 25. Yeddi. 7 diyorsun. Güzel bir soru. Güzel bir soru. Zeynep necə eləyərik bunu? Mən eləməmişəm. Çox üzüldüm sənin adına. 5, 5, 5. Bu da 90 derece olduğuna göre Pifagor 100 çıxılsın 25 edir 75. 75 ne deməkdir mənim balam? 5 kök şata 3 deməkdir, yəni Y şıkkı. Sonra uşaqlar. 9. Hı -hı. Bunlar artıq söz məsələlər çox düşmür, amma yenə də eləməkdə fayda vardır. Çevrəsi 30 santimetrin, yəni perimetri 30 santimetr olan bir dikdörtgenin uzun kənarı qısa kənarının 2 katından, deməli qısa kənarına bir də A desək, uzun kənarı qısa kənarın 2 katından, 2 katından nə deməkdir? 2 katından 3 eksikdir. Все. Bunları da toplayanda A üstə gəl 2 açılsın 100. Ee, yani toplayıp ikiye vuranda nə elədi? 30 elədi. Bizdə turu kesen kim var idi Rıfonu kesen? Zeynep sen kesmiştin diyesen ha? Xeyr. Kimler kesmişdi uşaqlar? Bir gün məktəblər bəlli oldu. Zərfə sen kesmişsən turu. Xeyr. Nigar sen? Xeyr. Riyaziyyədə getməndə elə olacaq. Amma riyaziyyədə getsəydiniz, göydə kesərdiniz. Gedib Azərbaycan dilindən, biologiyadan, nə bilim, idmandan kesmişsiniz. Sizə heç yakıştıramadım heç sizə. Süleyman sen de kesməmsən? Xeyr. Görsünüz. Arkadaşlar sonra dikdörtgen sonra. 12. 12. Ölüm sual. Ölüm sual. Dəhşətül vahşet. Dəhşətül vahşet. Şimdi eğer ben buradan 40'ı çeksem, tamam mı? 2'ni bura çeksem 4 olur. 5, 4, 3 olur. 12'den de 3'ü sonra 9 olur. Ne tər izah elədim Zeynep? Yaxşı. Ne yaxşı, süper demem lazım. Sonra inşallah keçdik kareye. Süleyman ne var ne yok ya ay Süleyman? Yaşmamışsın düzəltsin. O eşkenar dörtgen geldi. Sağ ol Cina, sağ ol. Eşkenar dörtgen, romb en sevdiğim ders. Buyurunuz arkadaşlar. Buyurun ребята, давайте же дружно. 8. Multfilm var idi. Nigar güldün yəqin ki. Baxmısan multfilmə? Xeyr müəllim. Hı? Xeyr. Multfilm var da baxın. Rебята, давайте же дружно. O multfilm. 8, 6, 2 olur. Bizə nə istəyir? DB-ni istəyir. Hanı DB? Hə, borsi diagonal istəyir. O zaman gəlin buraya bir A deyəlim. Dik üçgəndə Evklid necə idi? Evklid teoremi. A-nın kvadratı bərabərdir 2 vurulsun nəyə 8-ə? Formula yes plus tak. Bərabərdir 16-ya. A da nəyə bərabərdir? 4-ə.
A 4 olanda burada 4 olur. 4 ise 4 gəlində nə eləyir? 8. Sonra uşaqlar Romda. Haydi cimbamaydı. Hansı? 9. 9. Lütfen sorularımız kalmasın Zeynep bak. Sonra bu günler bu sualı soruşmuşdular sınıfta. Çok güzel bir sual idi. Romb olduğu için benim balalarım. Romda həmişə diagonallar tembel olur. Tamam. İndi arkadaşlar burada ne var? KF, YK. KF'ye bir tane kiçik bir A harfi deyəndə YK olur da 2A. Deməli A 2A'dırsa 6'ya 12 olacaq. Deməli bunun bir tərəfi nə oldu? 16 oldu. Hər tərəfi 16 oldu. 16'dan da 6 çıxanda nə oldu uşaqlar? 10 oldu. Yəni D bəndi. 10. Sonra uşaqlar. 10. Sonra bu testdə 10. 11'e de bakarız. Baş üstə, baş üstə, baş üstə. Burada benzerlik var. Burada benzerlik var. Burada benzerlik var. Nedir bu benzerlik? Şimdi AB 15 verilir. AC de 10 verilir. Tamam mı? Burada da her taraf romb olduğu için, dördü de birbirine beraber olduğu için, tamam mı? Burada tembeləni insan belə eləmək olar da. Bunun hər tərəfə gəlin A deyəlim. Tamam mı? Bura olacaq nə? 15 çıxar. Burada olacaq nə? 10 çıxar. Mən bunu qısa belə izah elədim sinifdə. Başka metotlar da olabilir. Buradan buraya çekende tembelon olur, tamam mı? Tembelon olanda arkadaşlar, tembelon olanda 15'in 10'a nispeti olanda 2'ye gidende, üzr istəyirəm, 5'e gidende 3 olur, 5'e gidende 2 olur. Tamam mı? Onda olacak ne? 3 mesela K, 2K olacak. 2K olacak bu şekilde. Tamam mı? 3K, 2K. Ama burada üç bucaqların benzerliğini bak bu şekilde necə eləmiyorlar. Mən bu bucaqları da göstərmirəm. 15 çıx A-nın A-ya nisbəti 15 çıxan A-ya nisbəti. A-nın da 10 çıx A-ya nisbəti. Çarpaz vuranda olur nə? 150 çıx 15A bərabərdir. Üzr istəyirəm. Bərabərdir yox. Geri qaytarım. 15 10'a vurdum. 15'i A'ya vurdum. Çıx 10'a. Üstə gəl A kvadrat bərabər nəyə? A kvadrat. A kvadratlar getdilər. 150 bərabərdir 25 A'ya. O da nəyə bərabər? 6'ya. Bizə nə istəyir perimetr? A da 6 olanda 6'ın 4 olanda elədi 20. Bənzərlik idi mənim balalarım. Var mı romb eşkenar dörtgende arkadaşlar? Yoksa o zaman keçdim kareye. Kare buyurun test 1. Buyurun. 4. 4. Aha. Güzel bir soru. Bilmirəm dikdörtgəndə o sualı vermədiniz. Orada bir dənə çox sahəyə aid bərbad bir sual var idi. Onu heç kimsə soruşmadı, ta bilmirəm. Yəqin ki eləmisiniz. 45-45. Yəni düzbucaqlı və dikdörtgən və karenin diagonalı ay Nigar Süleyman tamamilə iki bərabər kongruent fiqura bölür. Yəni nə deməkdir? 45-45 olanda baba əslində bu bucaqlar da bir-birinə bərabərdir. Tamam, davam eləyəlim. İndi bu tərəf 110 olduğu üçün bu tərəf 110 olduğu üçün eyni şəkildə diğer tərəf də 110 olacaq. 110, 110, 220, 100 nə qaldı? 40 qaldı. Arasına qaldı nə? 70, 70. Bizdə nə istəyəcək? DAY-ni istəyəcək. Süre salonda bitdi. Bildiniz də uşaqlar, yəni bu xəyanət həmişə onu iki bərabər hissəyə böləcəkdir.
Var karede. Soram arkadaşlar. Soram karede. 5. 5. Hı 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 hı. Aa, burada bir şey görürsünüz. Düzbucaklı ve karenin diagonalları birbirine beraberdir. Tamam. Bu da buna beraberdir. Bura olur ne? 45. 45'i son kere ne? 55. 55. 55, 55, 110 kalır ne? 70. 70'in de 45'ini kesende ne elədi? 25 elədi. Sonra uşaqlar. Karede 12. Süleyman Zərifə neçə 12? Kamran sualımız qalmasın. Perimetr 12 bu yox, sual 10 müəllim. Səhv dedim. səhv dedin sən. Çox səhvə yol verdiyinə görə sən bu dəfə 5 yazır. Şimdi mənim gül balalarım necə eləyirik bunu aynı gəl? Burada 4-dən 3-ü 4 çıxanda birilir. Bəli, 1, 1, 1, 1. Bəli, bəli. Birinin də kvadratı birilir sahəsi. Əslində mən də gec gördüm, amma gözəl bir soruydu yəni. Qəşəng bir soru idi. Sonra uşaqlar karede. Karede. Yoxdursa o zaman stop eləyirəm mən.